Deyin görüm sizin necə narahatçılıq olub ürəyinizdə? Gecə özümü pis hiss elədim, getdim poliklinika. Poliklinikada kardioqram elədilər. Kardioqram dedilər, sənin ürəyində nəyisə var. Buna görə mən sizə müraciət elədim. İndiyə qədər müalicə almışdınız? Müalicə, məndə xroniki qastrit olub, anadan gəlmə. Bu müddət elə bir qorxulu bir şey olsaydı, özünü biruzə verərdi. Bəli. Yemək olsun spazmı var. Biraz da nevroz var, ikisinin fonunda. İkisinin fonunda elə şey olur. İndi məsələ belədir. Məsələ belədir ki, elektrokardiografiya olmuşsunuz başqa yerdə və orada müəyyən olunub ki, subepikardiyal işemiya var. Bəli. Bu deməkdir ki, ürəyin əzələsində, ürəyin qidalanmasında pozğunluq var. Bəli. İşemiya sözü varsa da o rahat duran bir məsələ deyil. Əgər xəstə biraz aktiv olursa, içki filan, biraz ağır fiziki iş filan, bunların fonunda əsəbləşmək, əsəbi gərginlik, bunların fonunda o ürək işemiyası prosesi güclənir və ağrılar, simptomatikası daha da qabarıq şəkildə özünü biruzə verir. Bəzən xəstələrin mədəsi ağrıyır yalnız. Bəli. Sən demə ürəyin zirvə nahiyəsində pozğunluq var, qidalanma pozğunluğu və yaxud infarkt var, miyokard infarktı. Bu həm xəstələri aldadır, həm də birdən həkimlərin bəzi vaxtı həkimlərin də o qədər nəzərinə çarpmır. Mədə ağrısı kimi, mədə xəstəliyi kimi bunu qiymətləndirirlər. Yəni xəstənin müayinəsi düzgün olmur. Burada nə həkimin günahı olmur, nə xəstənin özünün günahı olmur. Əsas simptomatika mədə simptomatikası olduğuna görə üstü örtülü gedir. Bu latent forma deyirlər, bu latent forma işemiya. Medilife, etibarın və sağlamlığın ünvanı.